Salam değerli aziz izleyicilerimiz, sizlerin her birinizi hoş gördük. Bu günləri binaatçılıqda sizin üçün 4 sotlar, 4 otaqlı, şəxsi ev, özünə məxsus, hal-hazırda yaşayışlı bir evin təqdimatını aparacaq. Değerli izleyicilerimiz, evimiz binaatçılıqda Rahat Marketin yaxınında keçəndən sonra asfalt yolları yaxındır, məhəlləsi asfaltdır, ətraf yaşayışdır, villalar məhəlləsi deyilir değerli izleyicilerimiz. Qiymət isə videomuzun sonunda deyəcək. Sizdən xahiş edirəm, videomuzu sonradan izləyin. Sizin üçün tam ətraflı məlumat verək. Həyətimiz gördüyünüz kimi qəşəng, bisetkasına kimi çox qəşəng görünüşü var. Sağı solu bağ-bağçadır. Evimizin ətrafına fırlanmaq olur. Yəni dörd tərəfi də zaborda deyil. Keçək evlə sizi tanış edeyim. Değerli izleyicilerimiz, kapımız yeşil ağır kapıdır, çok yeşil kapıdır. Girişte böyle bir koridorumuz, geniş koridordur. Değerli izleyicilerimiz, ilk olarak sizi konak otağıyla tanıştıracağım. Konak otağımız da çok yeşil, geniştir. Süper evde değerli izleyicilerimiz, çok keyfiyetle dikilmiş bir evdir. Bünövrəsinə kimi betondur, kəmərine kimi betondur. Burada bizim böyle bir mətbəximizdir. Təbii ki, mətbəx möbili qalacaq. Evimizin ön görünüşü, mənzərəsi qəşəngdir. Çox gözəl evdir. Ürək açan evdir dostlar. Burada da televizor kabini kimi qoyulubdur. Burada bizim böyle bir yataq otağımızdır dostlar. Qəşəng, genişdir. Kabel televizoruna kimi koyup burada da bu bizim ikinci yatak otağımızdır. Keçən indi. Bu bizim üçüncü yatak otağımızdır. Dostlarımız qəşəng. Sonra burada bizim saniter ve sanuzel qovşağıdır. Gördüğünüz gibi aksesuarları her bir şey elimdedir. Değerli dostlarımız, evimizin kıymeti 150 bin manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olan sənət barəsinə gələndə isə sənətimiz arxiv sərəncamdır. Yəni birbaşa kupçaya gedən sənətdir. İnşallah gəlinizdə onun ev gəlsinlər özü ilə danışar. Siz ətraflı məlumat üçün evimiz bizim yəni təqdimatımız bu qədərdir. Tam təmirlidir, 4 sotlu, 4 otaqlı evdir. Gazımız, işığımız, suyumuz daimdir. Bu ev sizin olabilir. Allah alanını satanda xeyir versin. Sağ olun, var olun.